Almaniyanın paytaxtı Berlində yüksək terror təhlükəsi elan olunub. Daxili İşlər naziri Alexander Dobrindt məhz bu barədə açıqlama yayıb. Bu isə təbii ki, səbəbsiz deyil. Təfərrüatı hazırdan Berlindən bizimlə birbaşa bağlantı olan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənəcəyik. Günay, salamlayırıq sizi. Belə bir təhlükənin elan olunma səbəbi nədir? Səbəb odur ki, Berlində Suriyadan olan 22 yaşlı şəxs saxlanılıb. Gənc şəxsin dövlətə qarşı ağır cinayət hazırlığında və radikal İslamçı dairələrlə əlaqədə olduğundan şübhələnilir. İstintaq onun Almaniya ərazisində terror aktı planlaşdırıb-planlaşdırmadığını hazırda araşdırır. Heç burasındadır ki, axtarış zamanı 22 yaşlı Suriyalı gəncin üzərindən partlayıcı maddə hazırlığı üçün materiallar aşkarlanıb və bunun ardınca ilə Daxili İşlər naziri Alexander Dobrindt ölkədə terror təhlükəsinin yüksək səviyyədə olduğunu bəyan elədi. Onun sözlərinə görə vəziyyət abstrakt, lakin yenə də təhlükəli olaraq qalır. Yəni, mümkün hücumların vaxtı və yeri barədə dəqiq məlumat olmasa da risk mövcuddur. Nazirin sözlərinə görə polis və xüsusi xidmət orqanlarının uğurlu əməliyyatları təhlükəsizlik sisteminin effektivliyini göstərir, lakin təhlükə hələ də realdır. Hakimiyyət vətəndaşlar ictimai yerlərdə diqqətli olmağa və şübhəli halları dərhal hüquq mühafizə orqanlarına bildirməyə çağırır. Və yer gəlmişkən digər rəsmi qurumlar da bildirirlər ki, panikaya əsas yoxdur, lakin əhali ayıq-sayıq olmalıdır. Qeyd edeyim ki, ölkədə potensial təhlükəli şəxslərə nəzarət də gücləndirilib, radikal şəbəkələrin qarşısını alması istiqamətində də tədbirlər intensivləşdirilib və onda deyə bilərəm ki, bu vəziyyət onu göstərir ki, konkret təhlükə siqnalları olmasa da Almaniya xüsusi xidmət orqanlarının diqqət mərkəzində qalır. Hakimiyyət vurğulayır ki, əsas məqsəd radikal qrupların mümkün planlarının qarşısını almaq üçün profilaktik tədbirlər və operativ reaksiya verməkdir. Xüsusi diqqət internet mühitinə yönəldilib. Burada radikallaşma və əlaqələndirmə cəhdləri getdikcə daha çox müşahidə olunur. Bununla yanaşı, əhali ictimai yerlərdə sakit, lakin diqqətli olmağa çağırılır. Və ekspertlərin fikrincə, təhlükəsizlik təkcə güc strukturlarının işi deyil, həm də aktiv vətəndaş məsuliyyəti tələb eləyir. Almaniya cəmiyyətinin açıqlığı ilə insanların təhlükəsizliyinin təminatı arasında balansı qorumağa çalışır. Çatdıracaqlarım bunlar idi. Buyurun, söz yenidən.